Hansı kənddənsən? Füzuli yuxarı Əbdürrəhmanlı kəndindən. Hansı kənddənsən? Qəbələ rayon Qum kəndi. Hansı kənddənsən? Cəbrayılın Xudavərdiyi kəndi. Hansı kənddənsən? Basallığın Ərəb kəndi. Hansı kənddənsən? Gəncədən. Gəncənin hansı kəndindən? Gəncənin özündənəm. Hansı kənddənsən? Lənkəran Böyük Bazarından. Hansı kənddənsən? İmişliyin Qızılçan kəndindən. Hansı kənddənsiz? Saatlının özündənəm. Hansı kənddənsiz? Cəlilabadın özündən. Hə mənim əzizlərim. Deməli gördüyünüz bu sosial sorğu paytaxt Bakı şəhərində həyata keçirilib və əlbəttə ki, müxbirmi deyim, aparıcımı deyim, insanlara sual verir, onlar da yaşadıkları bölgə, kənd ya da şəhər haqqında məlumat verirlər. Mən bu videonun şərh bölümünə baxanda çox təəssüfləndim və utanc hissi keçirtdim. Kimsə yazıb ki, hanı mənim bakılılarım? Kimsə yazıb ki, Bakıda bakılı qalmayıb, rayonların əlindən hara qaçaq? Və bir nəfər də yazıb ki, qaçqınları, məcburi köçkünləri öz yurt yuvalarına göndərə biləcək. Bəs bu rayonlulardan necə can qurtaraq? Mən sizi bir tərəfdən anlayıram, başa düşməyə də çalışıram. Amma gəlin məsələyə təkcə öz tərəfimizdən yanaşmayaq. Azərbaycan o qədər də böyük bir ərazisi olan ölkə deyil. Bəli, vətəndaşlarına yetəcək qədər ərazisi var, münbit torpaqları var. Kəndlərində, şəhərlərində insanların əkin-biçin etməsi üçün təsərrüfat torpaqları verilibdir. Amma əgər bizim rayon və şəhərlərimizdə iş yeri yoxdursa, bir çox universitetlərin ən belə, necə deyim, tələb görən fakültələri yalnız paytaxtdadırsa, əlbəttə ki, çörək dalınca getmək istəyən, pul qazanmaq istəyən və təhsil almaq istəyən də avtomatik olaraq məcburi şəkildə üst tutacaq paytaxtda. Mən sizə adi, primitiv bir misal çəkmək istəyirəm. Mən jurnalistəm və mənim kimi jurnalist olmaq istəyən nə qədər gənclər var. Mən bugün təhsilimi davam etdirmək istəyirəm, amma Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin bu qədər bölgələrimizdə və rayonlarımızda Bakı Dövlət Universitetinin filialının olmağına baxmayaraq, jurnalistika fakültəsi yalnız Bakı şəhərindədir. Nəyə görə? Mən niyə yol basa-basa buradan Bakıya getməliyəm təhsil dalınca? Bu nə mənim cibimə xeyir eləmir, nə mənim valideynimin nigarançılığı burada azalmır, əksinə çoxalır. Mən gedib orada ev tutub qalmalıyam, mən özümə məcburam yemək bişirməyi öyrənəm. Niyə? Niyə bizim bölgələrimizdə, rayonlarımızda, elə Bakı Dövlət Universitetinin filiallarında bəzi fakültələr yoxdur? Bax, sual verirəm, niyə? Bu adi bir prosesdir. Mən bir təhsildən ötürü məcburam gedən Bakıya. Ya da nəyə görə polis akademiyası yalnız Bakıdadır? Nəyə görə musiqi akademiyası yalnız Bakı şəhərində fəaliyyət göstərir? Niyə bölgələrdə fəaliyyət göstərən hansısa bir akademiyanın filialı yoxdur? Axı biz bir tək paytaxtdan ibarət olan ölkə deyilik. Gəncə şəhəri var, Azərbaycanın ikinci böyük şəhəri, Azərbaycanın ikinci paytaxtı, hətta deyərdim zamanında birinci paytaxtı, sonradan Bakı ikinci paytaxtı olub, ancaq bugün belə deyilir, deyinmək olar. Əgər bu Bakı bizim gözəl paytaxtımız, əslində heç özü də Bakılı olmayanların ata mülküdürsə, Bakının girişinə və çıxışına bir dənə sərhəd buraxılış məntəqəsi qoyun. Ora Bakılılardan başqa heç kim girə bilməsin və Bakıdan heç kim o tərəfə çıxa bilməsin. Amma bugün Bakılılar sözünü dilinə gətirib danışanların əksəriyyəti yerli Bakılılar deyil. Özü də hardansa gəlib bugün Bakılıların adından bütün gün hayqıran, bağıran insanlardır. Nə dərdiniz var rayonlularla? Bizim Milli Məclisin deputatlarının əksəriyyəti rayonlardan olan insanlardır. Bizim bugün görkəmli elm xadimlərimizin, musiqiçilərimizin, bəstəkarlarımızın əksəriyyəti bölgədən olan insanlardır. Ən adi bir məsələ vurğulayacağım. Üzeyir Hacıbəyli. Haralıdır Üzeyir Hacıbəyli? Ağcabədili. Ya da gəlin nəzər salaq Fikrət Əmirovun doğulub boya başa çatdığı şəhərə, Şuşa. Yəni, söhbət bilirsiniz nədən gedir? Bakı heç kəsin ata mülkü deyil. Bəli, bizim rayonlarımızdan, şəhərlərimizdən
Çox insan üst tutur paytaxtda, megapolis sayılır və insanlar çörək dalınca, çörək pulu qazanmaq üçün, təhsil almaq üçün məcburdular getməyə. O vaxt dediyimiz o dövrlər nə vaxt idisə, onda hətta Bakıda təhsil alan incəsənət xadimləri, elm xadimləri kolxoz-savxoz dövründə rayonlarda, şəhərlərdə çalışmaq üçün universiteti bitirən kimi təyinat alırdılar. Bugün hansı universitet öz tələbəsini rayonda hansısa bir fermada çalışmaq üçün, aqrar sahədə çalışmaq üçün təyinat verir ki, getsin, tutaq ki, Daşkəsənin hansısa bir ucqar kəndində çalışsın. Bugün müəllimlərdən başqa heç bir sahənin nümayəndələri rayonlarda, ucqar kəndlərdə gedib çalışmır, təyinat almırlar. Sadəcə Mədəniyyət və İncəsənət Universitetini bitirən aktyorlar, aktrisalar heç biri rayonlarımızdakı, şəhərlərimizdəki teatrlara təyinat almırlar. Yalnız bəzi aktyor və aktrisalar var ki, rəhbər kimi və yaxud da əsas aparıcı aktyor və aktrisa olduqları üçün bəzi teatrlara təyinat ala bilirlər. Əksəriyyət insanlar yaxşı məvacib əldə edə bilmək üçün qaçır Bakıya. Hətta mən öz sahəmdən götürüm, jurnalistlər belə bugün məcburdur ki, getsin Bakı şəhərindəki televiziyalarda çalışsın. Gəlin baxaq, Gəncə şəhərində fəaliyyət göstərən bir televiziya binası varmı? Sual verirəm sizə. Bugün Gəncə şəhərindən yayımlanan bir televiziya varmı? Və Gəncədə nə qədər təhsil alıb burada illərlə çalışan jurnalistlər var. Nə eləməlidir? Əlbəttə ki, çörək pulu qazanmaq üçün üst tutmalıdır, məcburdur ki, getsin Bakıya. 90-cı illərin sonlarında insanların o çətin vəziyyətində bizim kişilər, bizim oğlanlar, mənim ailəmin də böyüklərindən olub ki, üst tutublar Rusiyaya, Rusiyanın ən böyük şəhərlərinə, insanlar çox toplaşan şəhərlərinə, Sankt-Peterburg olsun, Moskva olsun və digər şəhərlər. Amma bir dəfə Rus millətinin nümayəndəsi ağzını açıb deməyibdi ki, Azərbaycanlılar nə gəzir Rusiyada? İstəyir, söylədiyim kimi, o böyük şəhərlərdə, istəyir digər o kiçik şəhərlərdə, istəyir Rusiyanın lap o tərəfində, bu tərəfində. Amma biz bir xarici millətin bizə eləmədiyi hərəkəti özümüz öz millətimizə eləyirik.